Bakı Dövlət Universitetində görkəmli jurnalist, professor Nəsir İmanquliyevin 115 illik yubileyinə həsr olunmuş layihə çərçivəsində növbəti dərs keçirilib. BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin jurnalistika fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə reallaşan professor Nəsir İmanquliyev dərsləri layihəsinin bu dəfəki qonağı əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı olub. Layihənin 3-cü dərsi ənənəvi jurnalistikanın müasir üslubda cilalanması mövzusuna həsr olunub. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev layihənin Nəsir İmanquliyev irsinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, peşəkar jurnalistlərlə keçirilən görüşlər tələbələr üçün mühüm təcrübə qazandırır. Elçin Şıxlı isə çıxışında müasir media mühitində informasiya kirliliyinin artdığını diqqətə çatdırıb. O qeyd edib ki, dezinformasiya sürətlə yayılır və bu jurnalistikanın məsuliyyətini daha da artırır. Çıxış zamanı müasir media platformalarının ənənəvi çap mediasını üstələməsi məsələsinə də diqqət çəkilib. Elçin Şıxlı həm müsbət, həm də mənfi tərəfləri qeyd edərək bildirib ki, onlayn mühitdə kiberhücumlar və texniki problemlər nəticəsində məlumatlar itə bilər. Tədbir zamanı tələbələrin sualları cavablandırılıb. Qeyd edək ki, sözgedən layihənin may ayının sonunadək davam etməsi nəzərdə tutulur. Aytac Kərimova, Əli Nəsirli, Zahid İbrahimov, BDU xəbər.